müəllimi dinləyək. Onun sinif Azərbaycan tarixi mövzu 35 Səfəvilər dövründə mədəniyyət. Və burada da ən sonda səhifə 153-də belə bir cümlə keçir. 2-ci Şah Abbasın baş tarixçisi Məhəmməd Tarix Vahidin əsəri. Nə 10-cu sinif Azərbaycan tarixi dərsliyində, nə 8-ci sinif Azərbaycan tarixi dərsliyində. Deməli, Məhəmməd Tahir Vahidin Şah 2-ci Abbasın baş vəziri olması göstərilmir. Biz beynəlxalq ədəbiyyatda və yaxud da ki, metodik vəsaitdə tövsiyə, o tövsiyədir. O ola da bilər, olmaya da bilər. Hər hansı bir müəllim araşdırma verə də bilər, verməyə də bilər. Şagird araşdıra da bilər, araşdırmaya da bilər. Rəsmi olaraq din bizə bir proqram verib. Əlimizdə proqram var və bu proqrama əsasən sual hazırlamalıyıq. Və mən bir sual verirəm. Mənə zəhmət olmasa göstərə bilərsinizmi ki, deməli, Məhəmməd Tarix Vahid Şah 2-ci Abbasın vəziri olub. O cümləni mənə göstərin. Siz də göstərin ki, olmuyor. Onu göstərə sual ünvanlanır. Turab müəllim, siz də göstərin ki, olmuyub. Hemen göstərin. Baxın, yoxdur burada. Yox, bu vəzifədən o vəzifəyə keçib o demək deyil ki, arada vəzir olur. Sual Ruslan müəllimi ünvanlanır. Ruslan müəllimi dinləyək, daha sonra sizə keçəcək. Orada o Məhəmməd Tahir Vahidin mədəniyyət mövzusunda sırf elmi fəaliyyətin haqqında danışılır. Yəni bu adam həm elmi fəaliyyətlə məşğul olub, tarixçi olub. Müəllim icazə verin də fikrimi tamamlayım. Yəni fikrimi tamamlamağa imkan vermirsiniz. Bax, bayaqda mən bir fakt qeyd elədim. Cambridge Universitetinin, yəni Cambridge nəşrləri ilə bağlı. O sizə sərf eləmədiyinə görə axırına qədər qulaq asın. Baxın, siz orada verdiyiniz dissertasiya işi ilə bağlı məlumatı verəndə mən sizi sona qədər dinlədim, düzdür? Və dediniz ki, orada vəzifədə işləyib, bu vəzir adlanmayıb. Mən də sizə elmi tərəfini, çünki elmi sübut təqdim elədiniz, mən də buna elmi cavab verməliyəm, düzdür? Mən də sizə elmi cavab verirəm ki, bu Britaniyanın yəni ən böyük nəşrlərindən biridir və orada verilir ki, bu adam 2-ci Abbasın vəziri vəzifəsində çalışıb. Bu bir. İkincisi ki, bunun dərslikdə, olar ki, müəllim, mən fikrini tamamlayım. Dərsliklə bağlı mübahisəli məqamları hər il Dövlət İmtahan Mərkəzinin xüsusi ekspert qrupu araşdırır. 10-12 nəfərlik bir işçi qrupu ayrılır və mövsüm ərzində hardasa bu dərs ilinin başlanğıcından dərsliklərin mübahisəli məqamları müzakirə olunur, qeyd olunur və onlar xüsusi broşür şəklində, yəni xüsusi kitabça şəklində, metodik tövsiyə kimi bunkerdə verilir bizə. Yəni bizdə orada yalnız dərsliklər və bir də metodik tövsiyələr olur. Və sualları hazırlayarkən də biz həmin metodik tövsiyəyə müraciət edirik. Baxırıq, görürük ki, orada mübahisəli vəziyyət yoxdur. Yəni ikinci üzr istəyirəm, mən kimi tanıyayım. Ruslan müəllim, ikinci kanalını dostlar dinləyək. Mən belə bir şey deyək. Sənvər müəllim, üzr istəyirəm. Dinləyək, bitirsin, daha sonra orada siz hər dəfə söz kəsdiyəcək, biz imkan vermirik ki, Ruslan müəllim. Orada yəni Sərvər müəllim,